Bir gün bir cavan şəxs Peyğəmbər sallallahu yanına yaxınlaşaraq əziz Peyğəmbərimizə buyurur ki, ya Rəsulallah, mən cihada getmək istəyirəm, amma mənim bir yaşlı anam var ki, onun məndən başqa heç kimi yoxdur və anam mənim cihada getməyimə narazıdır. Rəsulallah bunu eşidəndə həmin gəncə buyurur ki, and olsun məni Peyğəmbərliyə seçən Allahımıza ki, sənin bir gecə ananın itayətində qalmağın, ananın qulluğunda qalmağın, onun qulluğuna yetməyin bir illik cihaddan üstündür. Görün, Allah Taala ananın hörmətini, ananın izzətini, anaya qarşı olan sevgi, məhəbbəti belə nə qədər üstün tutur ki, valideynin üzünə hətta təbəssümlə baxmaq belə ibadət sayılır. Bir övlad valideynin üzünə təbəssümlə baxa, mülayimcəsinə baxa, onun özü belə həmin övlada savab sayılır, ibadət sayılır.